Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində İslahatlar naziri Olivier Bukalın rəhbərlik etdiyi nümayəndə heyəti prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti əsasında ölkəmizdə səfərdədir. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış asan xidmət mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Ümumilikdə 30-a yaxın ölkəyə asan modeli ixrac olunur. Afrikada isə artıq 16-cı ölkədir ki, Azərbaycanın asan modelini öyrənir və öz ölkəsində tətbiq edəcəkdir. Seneqalla bizim 30 ilə yaxın diplomatik əlaqələrimiz mövcuddur və Afrikanın fransız dilli ölkəsi dövləti olaraq Azərbaycanın mütərəqqi təcrübələrini öyrənməyə qərar veriblər və Azərbaycanın dövlət xidmətləri sayəsində bir uğurlu modeli olan asan xidmət təcrübəsini öz ölkələrində dövlət idarə etməsi və dövlət xidmətləri sayəsində öyrənib tətbiq edəcəklər. Və bu istiqamətdə biz asan xidmət olaraq onlara lazımi dəstəyi göstərəcəyik. Seneqallı nazir asan xidmətin onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Biz qərar vermişik ki, ölkəmizdə müxtəlif praqmatik islahatlar həyata keçirilsin və asan xidmət bizim üçün ən yaxşı modellərdən biridir. Burada yaradılan şərait bizi ilhamlandırır və bu memorandumda bizə imkan verir ki, lazımi tədbirlər görülsün, biz istədiyimiz istiqamətdə hərəkət edək. Sonra prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində İslahatlar Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandum asan xidmət təcrübəsinin Seneqalda tətbiqini, eləcə də Seneqallı dövlət qulluqçuları üçün asan xidmət mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Seneqal tərəfi ilə paylaşılmasını nəzərdə tutur. Qonaqlar eyni zamanda asan xidmət mərkəzinin, asan innovativ inkişaf mərkəzinin, InnoLand İnkubasiya və Akselerasiya mərkəzinin, Bilim Bakı mərkəzinin, səyyar asan xidmətin fəaliyyəti ilə də tanış olublar. Daha sonra Baş nazir Əli Əsədov Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində İslahatlar naziri Olivier Bukal ilə görüşüb. Görüşdə asan xidmətlə imzalanmış anlaşma memorandumunun əhəmiyyəti də vurğulanıb. Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.